Hər bir dövlət qanununda xalqın istəkləri nəzərə alınır yazılıb. Amma harada o xalqın istəyi nəzərə alınır? Kim hər hansı bir iş görəndə xalqın fikrini nəzərə alır və xalq yox desə onu etmirlər? Əgər bilinirsə ki, burada bir park salınacaq, vətəndaş buna razıdır, razı deyil. Bu qərarı vətəndaş da iştirak etməlidir. Yol salınmalıdır, vətəndaş da iştirak etməlidir. Bütün məsələlərdə vətəndaşın iştirakı olmalıdır. Amma sadəcə olaraq orada bir neçə nəfər otururlar və düşünürlər ki, xalqa bu daha yaxşıdır. Xalqın adından prezident danışa bilər. Bəli. Xalqın təmsilçisi odur. Bəli, xalqın adından prezident danışa bilir. Otururlar kabinetlərdə 10 nəfər, 15 nəfər, 20 nəfər deyir, xalq üçün bu daha yaxşıdır. Xalqdan narazı qalır. Xalq deyir, xeyr, bu mənim üçün yaxşı deyil. Sən mənim yerimə niyə qərar verirsən ki? Və o şəxslərdir ki, onlar həyatda çətinlik görməyiblər. Bilirsinizmi? Çətinlik görməyiblər, tozlu yolda yeriməyiblər, metroda getməyiblər və metroda o basırda düymələrin belə bağlayanda kimsə baxıb düymələri qırılmayıb. İctimai nəqliyyatda ayaqları, ayaqqabıları tapdalanmayıb. İctimai avtobusda əyləcə basanda yıxılıb, başları harasa dəyməyib. İşıqları sönməyib, qazları kəsilməyib. Qazlarının təzyiqi aşağı düşməyib. Ona görə də onlar, o cür qərar verənlər xalqı başa düşə bilməzlər. Ona görə də mən parlamentdə də bu təklifi verdim ki, xalqla daha çox təmasda olub, xalqın nümayəndələrini dinləyib qərar vermək lazımdır. Xalqı başa düşmək və xalqın adından qərar vermək üçün birinci növbədə xalqla məsləhətləşmək lazımdır.